Salam hörmətli izləyicilər. Mən Məhsul stadionundayım. Bu Yasamal rayonu ərazisində İnşaatçılar metrosunun üstündə Qələbə dairəsi, İnşaatçılar metrosunun Qələbə dairəsi arasında olan Sovet dövründən qalan stadiondur. Məhsul stadionunun adı hər kəsə müxalifətin miting keçdiyi ərazi kimi yadda qalıbdır. Ancaq bu günlərim bura baxımsız vəziyyətdə, xarabxananı bir xatırladan bir yerdir. Sizə ona deyim ki, ətrafı vaxt görürsünüz. Bax, hər tərəf hündür binalar tikilibdir. Hər tərəf, dörd bir tərəfi tikilibdir. Və tən ortada bu baxımsız, sahibsiz bir ərazi. Pandemiyadan öncə, hardasa bir 8-10 il əvvəl burada mən sizə qeyd etdiyim kimi müxalifət burada o vaxtlarda miting keçirirdi. Ancaq sonra nə baş verdi? Sonra bu bir gecəsində gəldilər, belə deyək ki, təmir adı ilə ekskavatorlar gətirdilər, qazdılar, tökdülər, buranın hər yeri çala-çuxur qazdılar. Yəni çox baxımsız hala saldılar. Hətta bax bu qarşı tərəfi görürsünüz. Bax bu divar, balaca divar görünür, qarşısına adamlar gəzişirlər. Ora tribuna idi. O tribunada uçurtdular, dağıtdılar. Hər şey. Yəni ki, o vaxtda dedilər ki, bu müxalifətin mitinginin qarşısını almaq üçün buranı dağıtdılar. Baxımsız vəziyyətə saldılar. Olsun, amma indi nə müxalifət var, nə miting eləyən var, nə mitingə getmək istəyən həvəskar kütlə var, heç kim yoxdur. Yəni buranı düzəltmək olar da, buranı təmir eləmək olar. Bura əvvəldən stadion olduğu üçün demək ki, Gənclər İdman Nazirliyinin balansında olmalıdır bu ərazi, çox güman ki. Amma Gənclər İdman Nazirliyi heç bəlkə də burayı hərlənmirlər, fırlanmırlar. Buranı heç bəlkə də xatırlamırlar ki, belə bir stadionları var yoxsa yoxdur. Əgər elədirsə, onda Bakı şəhər icra hakimiyyəti var. Yəni Bakı şəhər icra hakimiyyəti bura niyə nəzarət eləmir? Niyə burada təmir işləri aparılmır? Niyə bura qaydasına salınmır? Əgər doğrudan da bura birbaşa aiddirsə Gənclər İdman Nazirliyinə, o zaman Gənclər İdman Nazirliyi buranı balansına olduğu üçün buranı təmir eləsin, normal bir idman arenası düzəltsin burada, ya da ki imtina eləsin, versinə Bakı şəhər icra hakimiyyətinin balansına. Bakı şəhər icra hakimiyyəti də burada bina tikməsin, yerində bir normal bir istirahət parkı salsın. Özdə söhbət istirahət parkından gedir, əyləncə parkı yox. Bakıdakı parkların 99%-i əyləncə parkıdır. Hansı ki, istirahət parkı adı ilə istifadəyə verilibdir. Əyləncə ilə istirahət parklarının mənası arasında fərq odur ki, əyləncə parkına girirsən, 200 dənə skameyka qoyublar oturmaq üçün, qalan yerlərin hamısı uşaq əyləncə yerləri, yəni pullu gəlir gətirən obyektlərdir. Çayxana, kafe, nə bilim mən nə deyirəm, uşaq üçün əyləncə arenalarıdır, hamısı pul gətirən. Səsdən küydən qulaq tutulur, yəni orada heç cür istirahət etmək mümkün deyil. İstirahət parkı odur ki, yoldan, maşınların səsindən, küyündən, daş mühitdən beynini dincəltmək istəyən insanlar bir yaşıllıq, bir sakit yer axtarır ki, gəlib orada istirahət eləsinlər. İstirahət parkı odur. Belə bir istirahət parkı, balaca bir yerdir bura. Bura bir istirahət parkı eləmək olar da. Nə var ki, ortada bir çar hovuz düzəltsinlər, ətrafında ağaclar əksinlər, hər tərəfdə oturacaqlar qoysunlar. Cəmaət, sizə yenə deyirəm, baxın, hər tərəf, bax, göydələnlərdir, hər tərəf. Bax, o baş tərəfdə ağaçların arxasında isə 13 nömrəli tam orta məktəb yerləşir. Bakının ən böyük məktəblərindən biridir. Özü də ən, belə deyək ki, seçilən məktəblərindən biridir. Yəni, çox yüksək təhsil verilir orada. Belə deyək ki, Azərbaycanın gələcək nəslinin belə ən yaxşı, ən parlaq nəsli orada yetişir. Dəfələrlə şahid olmuşam ki, orada da uşaqlar idman dərsinə bax gəlib burada, məhz burada idman eləyirlər. Buranı təmir eləmək olar, buranı normal, Bakını gözəlləşdiririk, Bakıya turistlər gəlir, turistlərin sayı gündən günə artır deyirik. Bəs yaxşı, o turist ancaq Bakının dənizkənarı hissəsinə gəlmir ki, turist birdən gəzə-gəzə gəldi, çıxdı bu Məhsul stadionuna. Bəs deməyəcək ki, Bakının ortasında bu nə xarabalıq yerdir? 10 ildən artıqdır. Bura niyə təmir olunmur? Niyə bura baxan yoxdur? Bəyəm, hansısa nazirliyin balansında olması o deməkdir ki, o nazirlik nədir, bir müstəqil dövlətdir, nədir? Əgər onu, bu ərazini tutaq ki, Gənclər İdman Nazirliyi
təmin edib qaydaya sala bilmirsə, o zaman alsınlar əlindən, versinlər bunu eləyə bilən bir başqa bir qurumu. Məsələn, Bakı şəhər icra hakimiyyəti var. Niyə eləməsin ki? Mən sizə deyim ki, özdə bura ən yaxın, bəlkə də yalan olmasın, bir 2 kilometr məsafədə radiusda bir park yoxdur. Ümumiyyətlə, Yasamal rayonu arasında parkların sayı çox azdır. Çox yaxşı olar ki, burada bir balaca bir mini park sahəsində, bu stadionun ərazisi qədər yerdə bir park sahəsində və bu ən azından bu balkonlardan aşağı baxan bir ürək ağrısına aşağı baxan vətəndaşlar evdə darxana düşüb burada bir nəfəs alsınlar, bir otursunlar, istirahət eləsinlər. Axşam olanda düşsünlər, uşaqlarını gəzdirməyə düşürsünlər bura. Bu mümkün deyil ki. Təbii ki, mümkündür. Sadəcə burada nəzarətçi, əlaqələndirici qurumlar arasında nə deyim, bir nüfus mübarizəsidir. O deyir mənimdir, bu deyir sənə vermək olmaz. Bir ara mətbuatda yazıldı ki, burada bina tikmək istəyirlər, buranı ələ keçirmək istəyirlər filandır. Sonra çıxdı mətbuat, mənim xatırlayıram ki, nəticə bu oldu ki, bəs bura Gənclər İdman Nazirliyinin balansındadır, bura satıla bilməz, bina tikilə bilməz. Əgər satıla bilməzsə, bina tikilə bilməzsə, bura nə vaxta qədər bu vəziyyətdə qalacaq? Mən özdə onu da deyim ki, dövlətin idman sahəsinə ayırdığı, xərclədiyi pul qədər heç bir sahəyə Azərbaycanda pul xərclənmir. Bütün rayonlarda, kəndlərdə, qəsəbələrdə belə indi böyük idman kompleksləri tikilir. Hansı ki, qapılar da qıfıllıdır, heç gedib idman eləyən də yoxdur içində. Bəs Bakının tən ortasında bu əraziyə niyə baxan yoxdur? Niyə bura hamının yadından çıxıb? Bu suallara cavabı yəqin ki, Gənclər İdman Nazirliyi və Bakı şəhər icra hakimiyyəti birlikdə tapa bilərlər. Sağ olun, gələn videolara qədər.